Axşamınız xeyir olsun, xoş gördük sizləri. Deməli, bu bəzilərinin işi gücü yoxdur da, valla. Baxın, mən oturmuşam öz yerimdə, sizlə işim yoxdur. Ay bala, hara gedirəm qeybətimi eləyirsiniz, hara gedirəm sözümü danışırsınız, hara gedirəm səs yazılarınıza qədər mənə atırlar, inanırsınız. Deməli, mən bacım qızı ayın bundan 8-ci gündür ki, xəstəxanadadır. Allah heç kimin başına gətirməsin. O kimi qınıyır, Allah heç o insanın belə başına gətirməsin. Deməli, bu 8 günün içində məni 3 məclisə çağırdılar. Uşağa görə gedə bilmədim. Çünki niyə gedə bilmədim? O məclisdə mən gedəcəkdim, sakit oturacaqdım. Düşmüş indi orada böyük səhifəsi olan blogerlər var, xanımlar var, qızlarımız var. Onlar götürüb video çəkəcəkdilər. Hardasa o videoda ucunda qulağında mən düşəcəm.